izləyicilərimizə. Xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, bu günlərim çox şükür olsun Allaha ki, başladığımız işi yekunlaşdırdıq. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Bu günlərim Beyləqan rayonunun 1-ci Şahsevər kəndində 16 şəhidin adına bulağının tikintisini başa çatdırdıq. Bu günlərim artıq bulağımızın açılışıdır. Allah Taala Seviş bacımızın canını sağ eləsin. Bu bulağın burada tikilməyinin səbəbkarı Tümey şəhərindən Seviş bacımızdır. Bu günlərimdə ayın 7-sidir. Bu günlərim 7-si günü o bulağımızın açılışını etməyimizin bir məqsədi var. Çünki bu günlərim xeyriyyətçi bir bacımızın övladı Samir balamızın bu günlərim ad günüdür. Təbrik edirəm Seviş bacı. Gözün aydın olsun, böyük oğlanlardan olsun. Bu günlərim Samir balamızın 10 yaşı tamam olur. Allah'tan arzu edirəm ki, Samir balamızın sağ canla 100 yaşını tamam eləyə. Allah bütün balaları saxlasın. Allah Taala Seviş bacımızın canını sağ eləsin ki, bax belə gözəl bir iş gördü. Seviş bacımız tək bu bulağı yox, bilirsiniz Bərdədə bir şəhid adına da bulaq tikilibdi. Elton şəhid qardaşımızın da adına Seviş bacımızın sayəsində tikilib bulağımız. Burada isə 16 şəhidin adına bulağımız tikilib başa çatıb. Bugün artıq açılışıdır. Hər kəsdən xahiş eləyirəm. Videomuzu sona qədər izləyin. Videomuzu bəyənin, paylaşın. Öz fikirlərinizi rey bölümündə yazın. Yəni biz inşallah Allahın köməkliyi ilə bizim kanalımızda bilirsiniz çox bulaqlar tikiləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim də çalışdığımız budur ki, şəhidlərin bulağı, abidələri bütün rayonlarda, bütün kəndlərdə olsun ki, şəhidlərimiz unudulmasın. Və buradan Balaş əmmə, Habil əmmə çox sağ ol deyirəm. Yəni bu bulağın burada tikintisinin göstərişlərini Habil əmi ilə Balaş əmi veribdi. Hər ikisinə öz minnətdarlığımı bildirirəm. Hər ikisi mənim üçün doğmadır, mənim üçün əzizdir. Allah ağsaqqallıqdan sizləri əski eləməsin. Bu bulağımızın da burada tikilməyini Seviş bacım nə xərci varsa hamısını Seviş bacımız çəkib. Bulağımız da bu günlərim hal-hazırda suyu, hamısı, hər bir şey öz qaydasında 3000 manat Seviş bacımız o bulağa xərc çəkib. Minnətdaram Seviş bacı. Bütün izləyicilərimiz adından sənə öz minnətdarlığımı bildirirəm. Allah səni qorusun. Videomuz davam eləyir. Videomuz Tədbirimizə başlamazdan əvvəl 44 günlük vətən müharibəsində şəhid olmuş şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad edək. İndi isə axundumuzdan şəhidlərimizin xatirələrində Quran oxumasını xahiş edirik. Amin. Allahümme ekbir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ehyayi minhum vel amvat tabi Allahümme beynana ve beynahum bil hayrat inneke mucibid davat inneke gaziyil hacat inneke refuyyid derecat inneke la kulli şeyin kadirun ve bi icabeti cedir ve ila ruhil merhumil mağfuril mağlumiyin bi hakkı nebiyyine ve alihi tahirin vel emcad ve bil fatihati messelam. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakim. Sıratallazîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufufen ahad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İle rahmet
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Tədbir iştirakçıları, bugün 44 günlük vətən müharibəsində şəhid olmuş 16 şəhidimizin ruhuna ehtiram hissi olaraq Xəqani Məmmədovun başçılığı və Sevinç xanımın maliyyə dəstəyi ilə salınmış Xatirə Bulaq kompleksinin açılışına yığılmışıq. Çıxış üçün Tərtər rayonu şəhidi olan şəhid Mehdinin anası Laləzər anaya söz verilir. Salam, hər birinizi xoş gördük. Bütün Beyləqan şəhid analarının, şəhid atalarının qarşısında baş əyirəm bir şəhid anası kimi. Bugün mən bura gəlməkdə məqsədim Xəqani müəllim. Bilirsiniz ki, bugün bu abidəni yaradan Sevinç xanım olsun, Sevinç xanımın əhatəsində olan oğullar ki var, 2 ildir şəhid Mehdinin anasının yanındadılar. Bugün də onların deyişi ilə mən bura gəlmişəm. Beyləqan şəhid analarımızın yanında olmağına görə. Allah onların hər birinə uzun ömür, can sağlığı versin ki, bugün şəhid analarına bugündən belə heç nə yox. Onların ürəyini bax belə bulaqlarla, övladlarının şəkillərini yol qırağında, hardasa görəndə o anaların ki ürəyinə, o yaralı ürəklərinə su səpilirsə, nə bilim, Sevinç xanım elə bir həyatda, elə bir işlərə imza atır ki, yəni onun haqqı ödənilməz bir şeydir. Çox sağ olsun Sevinç xanım. Çox sağ olun. Bugün şəhid anaları adından da onun övladının bugünkü günə qeyd edib şəhidlərimizin bulağının açılışını, onun övladının bugün ad günüsüdür. Sevinç xanım, Allah Taala səni övladlarına sevindirsin. Amin. Amin. İndi isə 44 günlük müharibədə 2 oğlunu şəhid vermiş Asif atanı çıxış üçün buraya dəvət edirik. Şəhid anası da gəlsin, zəhmət olmasın. Əziz və hörmətli iştirakçılar, bugün bu 16 şəhid deyil, 16 şəhidin bu bulaq açılışına yığışmışıq. Mən burada kimin əziyyəti var, Allah onun canı sağ eləsin. Başda Sevinç bacımız olmaqla Allah ona dəyməsin, Allah onu qorusun. Burada kimin əziyyəti varsa, o ustalardan tutmuş fəhləsinə kimi hamısını öz minnətdarımızı bildirir ki, belə xeyirxalq işlərlə məşğuldular. Qalır burada bu kənd cəmaatında, yəni öhdəsinə belə çünki yəni bu bulağı həmişə sərgəri saxlasınlar. Ya o bir tarixdir, yəni balalarımızın yəni onların hesabına biz burada ayaqsa durmuşuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xəqani sağ ol, sən də çox əziyyətin var qardaş, Zavur qardaşımızın da. Sağ olun, var olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm. Sağ olun. İndi isə sözümüzü Xatirə Bulaq kompleksində təşkilatçılıq göstərən Xəqani Məmmədova veririk. Burada hər kəs salamlayıram. Hər birinizə şəhid ailələrinə səbir diləyirəm. Yəni bizim bir məqsədimiz var. Şəhidlər unudulmaz. Necə ki bulağımıza yazmışıq, şəhidlər unudulmaz. Biz bu yola onun üçün çıxmışıq. Bu yola onun üçün çıxmışıq ki, şəhidlər unudulmasın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə Allah səbir versin. Bu günlərim bizim bu bulağın açılışını bu günə salmaqda bir məqsədimiz var. Onu, bax bu bulağa 3000 manat vəsait xərcləyən Tümen şəhərindən Sevinç bacımızın xəbəri belə yoxdur. Çünki bu günlərim onun övladının 10 yaşı tamam olur, Samir balamızın. Bu günlərim mən bu bulağı ona görə açılışını elədim ki, elə Sevinç bacımıza bir sürpriz olsun. Şəhid ailələrinə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yəni bizim də bir məqsədimiz var. Şəhidlər unudulmasın. Bax belə
körpə balalarımız gələcəkdə bu bulaqdan su içəndə, digər bulaqlardan, digər şəhid abidələrindən keçərkən bu evlatlarımız bilsinlər ki, şəhidlər nəyin üçün gedib, vətən üçün gedib şəhid olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizlərə səbir diləyirəm. Eşq olsun Azərbaycan xalqına. Mən xalqın birliyi sayəsində 3 şəhid ailəsinə ev tikmişəm. Elə biri Laləzər anamızdır, özü də bax burada iştirak edir. Xalqın birliyi sayəsində qurban olaram Azərbaycan xalqının qeyrətinə. Allah xalqımızı var eləsin. Çox sağ olun. Və əlilliyi olan şəxslərə Dəstək İctimai Birliyinin sədri Ağayeva Aynurə xanıma söz verilir. Çox sağ olun, təşəkkür edirəm. Mən bu günlərim Beyləqanın 1-ci Şahsevən kəndinin bu 16 şəhidinin valideyninə Allahdan səbir diləyirəm. Və bu oğullara nə qədər neynəsək də azdır. Və bu oğullara eləyən xanıma bir zamanlar dastanlarda Həcər adı gələn, ondan sonra Koroğlunun nigarı və bu günlərim o Koroğlunun nigarı qeyrətli, Həcər qeyrətli bir xanımız Sevinç xanıma öz minnətdarlığımı bildirirəm ki, sağ olsun ki, bax belə gözəl böyük ürəyi var ki, artıq 3-cü bulağımızdır ki, açılışını eləyirik. Allah sizlərə uzun ömür, can sağlığı versin. Bir Azərbaycan xanımı kimi sizə öz böyük minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olasınız ki, bax belə gözəl işlər görürsünüz ki, bu bulaq 2 əsr bizdən sonra yaşayan evlatlarımız hər zaman gələcək. Bax bu bulaqdan ehsan suyu içdikcə Sevinç xanımın özünə nə deyəcəklər? Allah sənə rəhmət eləsin ki, bu bulağı belə qoydun, getdin. O söz hər insana nəsib olmur. Bu günlərim o xanımın evladını, uzun ömür, can sağlığı, gələcəkdə valideyninə, anasına, sevdiklərinə ən gözəl, layiqli evlad olmaq arzulayıram. Bağrıma basıram. Xəqani Məmmədov YouTube kanalının arxasında, önündə olan insanlara da öz minnətdarlığımı bildirirəm. Və bizim burada, bu bulaqda əziyyəti olan ustalarımız var. Burada o bulağı təməlini qoyan bizim Zar ustamız var. Ta ki Bərdədən bura bizlə beraber əziyyətini çəkər. Zahar ustan da bura dəvət edirəm ki, öz ürək sözlərini desin. Vallahi sözlər çoxdur, deməklə bitmir, deməklə qutarmır. Xəqani, sənə uzun ömür, can sağlıq arzulayıram. Sənin o valideynin əllərindən öpürəm. Nə yaxşı ki, sizin kimi belə bir oğulları dünyaya gətirib. Və nə yaxşı ki, Sevinç xanımı bu dünyaya gətirən valideyn var ki, o cür qeyriyyətlə, bax bu cür bizim valideynlərimizi, şəhid analarımızı, şəhid atalarımızın qayğısına, belə deyək də, arxada onun balalarını illər boyu, əsrlər boyu yaşadacaq bir abidə kompleksi yaradıbdır. Çox sağ olun, Sevinç xanım, təşəkkür edirəm. Əvvəla şəhid analarımızı, atalarımızı, bacılarımızı salamlayıram. Allah sizin şəhid balalarınıza rəhmət eləsin. Onların yaralarına qurban olaram. Ne iş görmüşük, halal xoş olsun, analarının südü kimi. Onlar da bizim əzizimizdir, canımız, ciyarımızdır. Yani heç halda bizim bu şəhidlərimiz unudulmaz. Allah Sevinç bacımın da canını sağ eləsin. O qadınlığı ilə yanı deyir ki, mən nə qədər canımda can var, hər yerlərdə, hər rayonlarda bu şəhid bulaqlarımızı ucaldacaq. Çox sağ olsun bacı. Allah canını sağ eləsin. Sağ ol Xəqani. Allah sənin də canını sağ eləsin. Sən ki, əziyyət çəksən, gəlirsən, neçə kilometrlərlə yolları basıb gəlirsən, hər cür streslərlə rastlaşırsan, hər cür maniyalarla rastlaşırsan. Çox sağ ol, təşəkkür edirəm. Sağ ol. Sağ ol. Allah rəhmət eləsin. Nə iş görmüşük, halal xoş olsun bizim bu gözəl qardaşlarımıza. Öpürəm onlara. Mən burada bir söz deyəcəm. Bəlkə də şəhid analarım mənim necə deyim, yəni yola verərlər ki, burada bizim bax bu qəhrəman oğlumuzu, bax bu Azərbaycanın igid oğlunu dünyaya gətirən bir ağbirçək, saçları dümağabbaq, qar kimi oğlan, bizim Xəqani Məmmədovun valideyni də buradadır. Onu Günaya ananı bax bura dəvət edirəm ki, o da öz ürək sözlərini bu günlərin bizim bax bu gözəl şəhid analarımıza, bu Beyləqanın Şahsevən kənd cəmaatına, yəqin ki sizin də sözünüz var ana. Buyurun gəlin.
Əvvəla bu şəhidlərə Allah rəhmət eləsin deyirəm. Onların analarına, atalarına səbir diləyirəm. Allah onlara səbir versin. Nə deyim ay oğul? Allah sənin də dayağında dursun. Nə qədər ki, bax buna kömək eləyənlər var. Hamısının dayağında dursun birinci. İkinci də sevinç, qızım. Allah sana dəyməsin. Allah səni balalarınla sevindirsin. Sən nə qədər ki, kasıb ailələrinin yanındasan, bu qədər şəhid bulaqları titirsən, təkcə özün deyirsən, ora heç kim kömək eləməsin. Çox sağ ol. Allah varını, devlətini başından töysün. Balalarına dəyməsin. O balanın da ad günü çox mübarək olsun. Yekəlsin, böyüsün, böyük oğlanlardan olsun. Səsi yaxşı yerlərdən gəlsin. Amin. Özünə layiq oğul olsun. Amin. Çox sağ ol, Sevinç bacı. Şəhidimizin valideynləri hal-hazırda bizdən oturub. İstəyərdim ki, hamısı bir nəfər kimi bax burada öz evlatları ilə bağlı olan xatirələrini və bu Beyləqanın 1-ci Şahsevən kəndinin sakini olaraq öz valideynlik borçları deyim, valideynlik sözləri deyim. Hər biri bax bu səhnəyə dəvət alsınlar, ürək sözlərini deyərək bu bulağımızın açılışına start verək, əgər mümkündürsə. Və burada bizim gözəl vaykomatımız, bizim gözəl icra nümayəndələrimiz, hər birinizin gələn ayaqları var olsun. Təşəkkür edirik. Allah sizləri var eləsin ki, nə yaxşı ki bizim xalqımızın birliyi var, nə yaxşı ki sabahki gün münasibəti ilə də, bizim bax bu Zəfər Bayramı günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Uğurlarımız hər zaman bol olsun. Allah bizim ali baş komandanımızı qorusun. Ne yaxşı ki bizim arkamızda İlham Əliyev cənabları kimi gözəl prezidentimiz var ki, bax bugün biz azad torpaqda, azad vətəndə bax belə ürəklə yaşayırıq. Buyurun şəhid anaları. Bu işdə əməyi olan bütün hər kəsə çox sağ ol deyirəm. Allah bütün şəhid balalarımızın hamısının məkanını cənnət eləsin. Allah köməyiniz olsun. Siz ki bizim uşaqlarımızı gəlib burada bıraxdı ki, siz o Sevinç xanıma çox minnətdaram. Allah onun balalarını saxlasın, uşağının ad günü o mübarək olsun. Şəhidlərimizə hamısına Allah rəhmət eləsin. Fəxr eləyirəm oğlumla. Sağ olun. Sağ olun. Birinci, hər kəsi salamlayıram, xoş gəlmişsiniz. İkinciyə qalan yerdə Sevinç xanımı sağ olsun, belə xeyirxah işlər görür. Allah rızasını bol eləsin. Amin. Balasının ad günü mübarək olsun. Bir də ki, sağ olsun, belə tək-tək oğlanlar, qızlar tapılır ki, şəhidlərə qiymət verir. Tək-tək. Sağ olsun, minnətdarıq. Çox sağ olun. Mən bu 16 şəhidin valideynlərinə Allahdan səbir diləyirəm. Onların balalarının yerin cənnət məkan olmasını Allah Teala'dan arzulayıram. Yerləri cənnət məkan olsun. Çox sağ olun. Mən Vəliyeva Zeynəb Vəliyev, Şəhid Vəliyev Elnurun anası. Beyləqan rayonunun Təzəkənd kəndindən bugünkü gün bu Şahsevəndə açılan bulağın açılışına, tədbirdə iştirak eləməyə dəvət alacağam. Bunun üçün də mən bu tədbiri iştirak eləyənlərə, başda Sevinç xanım olmaqla, Amirə xanım olmaqla, Xəqani müəllim sizə, ümumiyyətlə şəhid ailələrinə dəstək olanlara öz təşəkkürümü bildirirəm. Bizim şəhid olan balalarımız Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda verirlər. Çox sağ olun ki, siz bunu dəyərləndirirsiniz, qiymətləndirirsiniz. Mən arzu edərdim ki, Azərbaycanın bütün kəndlərində, Təzə kəndi orada olmaqla, orada da izin qoyasınız. Sizin adlarınız, sizin sədanız daim ucalıqdan gəlsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, səhrədə duran ordularında güc, qüvvət,
Allah sizi də sağ eləsin ki, bunu bu cür qiymətləndirirsiniz, dəyərləndirirsiniz. Sizə öz təşəkkürümü bildirirəm. Sağ olun. Sağ olun, sağ olun. Mən də Beyləqan rayon 1-ci Aslan kənd sakini. İsmailzadə Vaqifin şəhidimiz, Vaqifin anası olaraq Sevinç xanıma çox təşəkkürümü bildirirəm. Ailəm adından, öz adımdan. Çox sağ ol qızım. Allah səni var eləsin. Allah daha da belə gözəl işlərində sənə müvəffəqiyyətlər arzulayaq. Arzu eləyirəm ki, bacımız deməli, bütün bu olmayan kəndlərdə də bu təməldən qoyasınız. Var ol, bugünkü gün sənin oğlunun, burada mən eşitdim, yaşıdır, ömrü uzun olsun. Amin. Allah sənə onu gözü doluncaq versin, doyuncaq görəsən, onun bəhrəsini yiyəsən. Çox sağ ol. Çox sağ olun. Şəhid havalarında. Çok sağ olun. Ben de şehit Vakfın atası Bulgar, ben de özümü tutup Megalmen size, sizin grupa bir şehit atası kimi özlərin təşəkkürüm bildirirəm. Başta Sevinç xanım olmaq şərtiyle Sevinç xanımın balasını mən də təbrik edirəm, bağrıma basıram, yaşlı təbrik edirəm, ömrü uzun olsun, gələcəyi parlaq olsun. Amin. Çok sağ olun, teşekkür ediyorum. Ben de Temur Mansur'un atasıyım, şehit Temur Mansur'un. Sevinç Hanım'a teşekkür edirik ki, bütün şehit ailelerinin adından çok güzel gündü bizim için. Bala verdiğimize bakmayaraq, bugün hamımız fəxrlə danışırıq ki, biz şehit atasıyıq. Evet. Onun da balasının yaş uzun olsun. Mən də Şəhid Balıcıyev qəribin atasıyam. Beyləqan rayonunun Təzəkət kəndində biz də bu tədbirə dəvət almışıq. Mən də Sevinç xanımı və bütün bu işdə əmək olan hamını təbrik edirəm. Hamıya çox sağ ol deyirəm. Arzu edirəm ki, bu təməldən olmayan kəndlərdə də qoyulsun. Amin. Çox sağ olun. Amin. Bütün şəhid analarımı başdan Laləzər ana olmaqla hər birinizi bulağımızın açılışına start verməyə dəvət edirəm. Buyurun Laləzər ana. Şəhid analara, şəhid ataları hər biriniz, çünki onlar sizin haqqınızdır. Evet. Atmanı tutun oradan, Liyent Hanım. Bırak. Olsun. Kuruşkan birini ver buradan. Kuruşkan ver. Değil bas. İçin. Hakkınızdır o. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Gözlə bir dənə heybət. Bunlar da bəxli. Olma bir damcı. Gel içine.
Durun burada. Durun burada. Şehit atalar, şehit. Asfada geç. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Allah ailələrinə səbir versin. Sevinç bacının da yenə Allah ömrünü uzun eləsin, canını sağ eləsin. Balalarının həmişə işi bax o su kimi axar olsun. Amin. Övladları da anasına layiq övlad olsun. Amin. Amin. Fəqani, Allah sizin də canınızı sağ eləsin ki, Çox sağ olun. bu şəhid analarının yanındasınız. Allah ömrünüzü uzun eləsin. Niye bilmiyorsunuz? Verin yeriniz, yiyin de bir şey. Şehit anaları, hamınız bax o tortdan dadın. Evladınız için pişirildi bu. Sağ olsun. Sağ olsun. Allah sizin de sağlık. Çok sağ olun. Ki bunu təşkil edirsiniz. Bizim balalarımızı yatdan çıkmağa koymursunuz. Uşaqlar hamısı, tələbələr, biz hamımız gəlib bunu həmişə ziyarət edəcəyik. Balamızı burada həmişə ürəyimə toxuyacaq. Fəxr edirəm ki, Cavanşir kimi oğlun anasıyam. Sağ olun. Uşaqlar yuvarı başlasınlar. Ha, tədbirimiz davam ediyor. Bak suyumuzda. Burada bir neçə insan var ki, birinci Şahsevən kəndində, bax bizdə, burada doğması kimi, əzizi kimi, yaxın bir insanı kimi bizə qucaq açar, bizi öz doğması kimi hər bir şeyi ilə təmin edən, yeməyimizlə, çayımızla, suyumuzla təmin edən burada bir neçə insan var. Raminə öz minnətdarlığımı bildirirəm. Allah onun o 2 gül balasını ona gözü dolusu versin. Onun o gözəl ürəyini Allah evlatlarının qarşısına çıxarsın. Bax ben burada bu yerdə Raminə, bax bu bizim gözəl insanlara, bax bu Stalovoy gəlisinə, Elmədinə, burada bax bu dəmir yol vağzalının işçilərinə, polislərə, bax neçə ki bizə burada bir neçə insan var ki qucaq açdı, bizi öz doğması kimi qəbul elədi. Bir gürültü alqış istəyirəm bax o insanlara, çünki onlar onlara layiqdir, həqiqətən layiqdir. Mən oyun ki, bax bu neçə insan var, Elmədin gələn gündən evinin qapısını bizim üzümüzü açdı. Ramin öz ürəyinin qəlbini bizim üzümüzü açdı. Gözəl insanlar bizim qəlbimizə, bizə öz qucağını, öz doğması kimi açdı. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Var olasınız, nə yaxşı ki sizin kimi bax bu Beyləqanın birinci Şahsevənində oğullar var. Halal olsun sizlərə. Çox sağ olun, var olun, Allah sizləri qorusun. İndi isə biz gözəl bu gələcəyin alimlərinə, həkimlərinə, müəllimlərinə söz verək, öz ürək sözlərini, öz şeylərini desinlər. Müəllimə sizə də öz minnətdarlığımı bildirirəm, təşəkkür edirəm, var olasınız. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya Dəmir Yumruq əməliyyatı adlanan Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən silahlı qarşıdurma 1993-cü ildən bəri müşahidə olunan ən gərgin və ən qızğın münaqişələrdən biri oldu. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarə etməsi altında yaranan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsi Azərbaycan xalqının zəfəri ilə başa çatdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatları Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saat və qismət səfərbərlik elan etdi.
Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi və Milli Müzəffər Ordumuzun 27 sentyabr 2020-ci il tarixində başlatdığı əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistan işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarına çatdırmaq istəyirəm. Qarabağ dünyanın ən mühüm insan məskənlərindən biri olaraq Azərbaycan tarixinə aid olan 2000-dən artıq tarixi və mədəni abidəni qeydə alıb. Biz müharibə görmüşük, şəhərlər də vermişik. İtkinlərin də nə olduğunu yaxşı bilirik. Lakin oğullarımız vətəni qorumaq üstündə olur. Ona görə də biz müharibə yolu ilə də olsa torpaqlarımızı azad etdik. Ermənilər ağına buzuna baxmayaraq, hər yerdə Azərbaycan ünvanına böhtan və yanına yağdırdılar. Məhz danışıq prosesində ermənilərin itirazı hamıya belə olur. Dünya ictimaiyyəti bir daha da əmin olar ki, ermənilərlə səmimi olmaq mümkün deyil. Bunlara baxmayaraq, beynəlxalq qurumları ermənilərin şahsı kimi tanımaq istəmir. Bu da sülh prosesini ləngidərək uğurun əsnə əldə olmasına maneəsiyyət törədirdi. Fəqət Azərbaycan ordusu 44 günlük müharibədə qalib gəlir, həqiqət öz yolunu tapır. Tanıyırlar boynumuzdan, irsimizdən, soyumuzdan, su içər öz qoyumuzdan, biri gövdə, biri bu da Azərbaycandır Qarabağ. Qarabağın tacı olan Şuşa, xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir Azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahlı xan tərəfindən qoyulmuşdur. Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycan və bütün Cənubi Qafqazın ictimai, siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmli formalaşdırdığı özünə məxsumiyyəti həmişə qoruyub saxlayan bu şəhər, yetirdiyi böyük şəxsiyyətləri ilə əbədi, mədəni, ictimai fikir sərnəməsi olaraq əlamətdar səhifələr yazmışdır. Şuşa şəhəri ötən 70-ci illərində sürətli inkişafı ümumi liderimiz Heydər Əliyevin adıyla bağlıdır. Haqq işi naminə apardığımız 44 günlük vətən müharibəsində Azərbaycan Şəhadətli Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edildi. Ermənistanın kapitülyasiyasına yol açan Şuşa şəhərinin qəhrəmanlıq ruhuna çevrilərək tariximizdə zəfər çünki məhv olundu. Cıdır düzündə Xarı Bülbül Musiqi Festivalının və Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya günlərinin təşkillənməsi göstərir ki, Şuşa tezliklə dirçələcək, əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Allah şəhidlərimizə rəhmət eləsin. Nə qədər ki biz varıq, şəhidlərimiz də bizim olacaqdır. Nə qədər ki Azərbaycan var, şəhidlərimiz də yaşayacaqdır. Bilirəm, gözlədiyin kimi gəlmədim. Anam, heç sən də gözlədiyim kimi qarşılamadın ki, gülmədin, öpmədin, sarılmadın. Amma nə yalan söyləyim, tabutuma sarılıb ağlayanda elə həmin an ruhum bədənimdən çıxdı. Bayrağı toxunma, qoy o dağalansın. Mənə öz ürpəyinə bükübdür o. Anam, ətrim mənə yoldaş olsun. Atama de üzülməsin. Şəhid ataları nə qədər məğrur olsalar da tək qalanda ağlayarlar. Göz yaşları gözlərindən səssiz axar. Bir də arxamca doyunca baxsın. Axı bütün şəhid ataları eynidir baxır. Mən elə bilirdim atalar dözər. Atamın böyünə bükmüşəm Allah. Çarəsiz atamın dərdini duydum. Ah çəkib ürəkdən dərd ağlayanda. Tabutuma bükülmüş bayrağımızı sıxıb qoxlayanda. İlahi bu necə ağır dərddir ki, atamın gözləri qüvvətdən düşüb. Qəlbində dərdinin ağırlığından döyünən ürəyi taqətdən düşüb. Ya vətən, ya canımı ver deyiləndə bu cavan canımı seçmişəm ata. Müqəddəs bir yolda, vətən yolunda öz şirin canımdan keçmişəm ata. O qədər silmisən şax çək göz yaşlarımı. Yadında məraqlayanda ata, qurbanın olum, sev göz yaşlarını. Narahat oluram sən ağlayanda. Bilirəm, yoxluğum ağırdır sənə. Oğlun üçün eyləmə qəm, halal zəhmətinlə böyütdün məni. Mən fəryatın şah əsəriyəm, mənslik belini əyməsin dik dur. Əyilmə dərdə, əyilmə kədərə, ruhum
şaddır, yerim çox rahatdır. Mən cənnət qazanmışam zirvələrdən. Qüvvətimizi dirçədən, vətənimizi bütünləşdirən, sevinç hissini bizə qaytaran, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müharibənin öz qanunları var. Həmin bu qanunlara görə qocalara, uşaqlara, xəstələrə əl vurulmur. Birinci Qarabağ müharibəsi isə bütün bu qanunları puç etdi. 20-ci əsrin demək olar ki, bir çox aminlikləri qanla yuyulmuşdur. Birinci Qarabağ müharibəsi isə bu qanlı dəryanın ən dəhşətli və ən faciəsi olmuşdur. Bu faciə Azərbaycan tarixinin sinəsində elə bir qanun şirmatmışdı ki, əsrlər keçsə də, neçə nəsillər keçsə də, bu qanlı şirmun üzərini o talaq, daş kəsək də örtə bilməyəcəkdir. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitülyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin, böyük dövlətin torpağından qurtara biləcək bir dövlətin, Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün içərisində yazan Azərbaycan xalqı bütün dünyaya, Azərbaycanlıların, bütün Türk xalqının bir dəmir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütün haqsız güclərin üzərinə getdi və sübut etdi ki, torpağımızın bərpası uğrunda vuruşuruq. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində hərbi yolla 28 il düşmən tapdağında inləyən vətən torpağını işğaldan azad etdi və bir daha sübut etdi ki, zəfəri sadəcə toplarla, tanklarla deyil, ağılla, zəkayla, insan zehninin ən son nəlat olan pualarla qazanmaq mümkündür. Qələbəyə yurduma tac qoyulan gün, var olsun zabitim, var ol əskərim, imkanım olsaydı hər döyüşçünün ayağı altında qurban kəsərdim. 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarixi gün. Bu böyük qələbə gündür. Şanlı tariximizə daxil olan zəfər gündür. Azərbaycan münaqişəsində xalqımızın zəfəri ilə nidə qoyduğu gündür. Azərbaycan Müstəqil Prezidentləri və Ermənistan Baş Naziri ilə birgə bəyanat imzalandı. Noyabrın 10-da imzalanan 3 tərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağın Muxtar vilayəti də tarixə qovuşdu. Ermənistan döyüşdə darmadağın edilən Ermənistanın kapitülyasiya şərtlərinə razılıq verməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitülyasiya şərtlərinə razılıq verdi. 8 noyabr Prezidentimizin xalqa müraciət günü, mədəniyyət beşiyi, tarixi lap qədimlərimizə həd edən Şuşamızın işğaldan azad olma xəbərini aldıq. Düzdür, mən Şuşada doğulmasam da, Qarabağımızı görməsəm də, ruhum, cismim hər an onu görməyə arzuluyurdu. Çox şükür ki, mən və 28 il öz yurt yuvasına həccət qalmış xalqın bu arzusu gerçəkləşdi. Və bu sevincdən çox keçmədi ki, noyabrın 10-u, üç tərəfli sazişlə düşmənin təslim olduğunu və digər işğal olunan ərazilərin tez bir zaman Azərbaycanın qaytarılacağını Cənab Prezident İlham Əliyev xalqa bildirdi. Bu xəbər həyatı boyu aldığımız ən gözəl xəbərlərdən biri idi. Sevincimiz yerə göyə sığmadı. Axı o torpaqlar bizə məxsusdur. 44 günlük müharibədə Azərbaycanın digər dövlətlərdən də dəstək az deyildi. Türkiyə, Əfqanistan, Pakistan və Şimali Kipr, Şimal Yarımadası öz dəstəklərini bildirərək haqqın tərəfdarına olduğunu demişdilər. Tarixi qədim, çox dərin yaralar alan Azərbaycan bir çox nailiyyətlər əldə etmişdir və etməyə davam edəcək. Məhz bu ediləcək nailiyyətlər biz yeni nəsildən asılıdır. Biz yeni nəsil çalışmalıyıq ki, yurdumuza, dövlətimizə layiqli övladlar olaq. Ulu öndərimizin dediyi kimi, Azərbaycan, sənin vətəndaşın olduğun üçün fəxr edirəm. Qarabağ Azərbaycandır. Ermənilər doğrudan da məkirli, murdar siyasətlərini lazım olan səviyyədə təbliğ edəcəklər. Ermənilər bir daha başa düşsünlər ki, Qarabağ Azərbaycandır. Qarabağ heç vaxt Ermənistan ola bilməyəcək. Bunu artıq bütün ermənilər yaddan çıxarmalıdırlar. Onlar bura gəlmədir. Bu sübut olunmuş bir tarixdir. Bunlar doğrudan da 1813-cü və 1828-ci illərdə bu torpaqlara gəldiklərini belə tez yaddan çıxarıblar. Axı tarixi silmək mümkün deyil. Əgər onlar bu torpaqlarda qonaq kimi yaşarlarsa, özlərini də belə aparmalıdırlar. Özlərini ev yəsi kimi aparmaq heç vaxt onlara uğur gətirməyəcək. Özlərini ev yəsi kimi aparmaq istədilər, burunları yüksək səviyyədə oldu və bir daha Azərbaycan xalqının gücünü və qüdrətini gördülər.
8 noyabr 2020-ci il. Hər bir Azərbaycanlının son nəfəsinə qədər unutmayacağı tarix. 28 illik həsrət yükünün çiynimizdən götürüldüyü gün. Nə sınaqlardan keçdik bu günləri görmək üçün, nə bəlalar çəkdi başımız. Yanıb qovuruldu ürəyimiz. Əzəli düşmənlərimiz olan ermənilərin sinəmizə çəkmədiyi dağ qalmadı. İşğalçı ermənilərin vəhşilikləri nəticəsində minlərlə insan öz ata-baba yurtlarından didərgin düşdü. Hansı xalq qışın soyuğunda minlərlə insanı qətlə yetirər? Hansı xalq hələ övladını qucağına almamış ananın övladını tərəf edər? Bunların tək cavabı var, erməni vandalları. Bəzən yaşamaqdan utanıram. Arzusu ürəyində qalmış minlərlə körpə məzarda yatarkən mən isti evimdə yatmağa utanıram. Axı nə günahı vardı bu xalqın? Heç vaxt özünün olmayana göz dikməyən, hər kəsə mərhəmətlə yanaşan bir xalqın başına bu cür vəhşiliklərin gətirilməsi nə dərəcədə doğru idi? Ermənilər təkcə xalqımıza qarşı deyil, onun mədəniyyətinə qarşı da təcavüzkar siyasət yürütməklə necə namərd bir xalq olduğunu sübut etdi. İllər keçsə də Azərbaycan xalqı bu ədalətsizlikləri unutmayacaq və bu haqsızlıqla barışmayacaqdır. Və nəhayət ki, haqq ədalət bərpa olundu. 28 illik həsrət yükünün bitməsi üçün ilk addım 27 sentyabrda atıldı. Azərbaycanın müzəffər ordusunun erməni ordusuna qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız işğaldan azad olundu. Bunun üçün biz son nəfəsimizə qədər ailə baş komandanımıza və onun müzəffər ordusuna minnətdar olmalı və heç bir zaman onları unutmamalıyıq. Nədir? Türkəm. Nədir? Türkəm. Möhkəm danışdın ha? Adın nədir? Türkəm. Neçə yaşın var? 8-in içindəyim. 8 yaşın içindəsən. O nədir? O deyib bax, o şəkilləri görürsən orada. O nədir? Şəhidlərimiz. Şəhidlərimizdir. O bulağı tikənib bibiyə nə deyirsən burada? Salam deyirəm. Salam deyirsən. Sağ ol. O bulağı nəyə görə tikmişik biz? Ha? Gələcəkdə biz su içməyik. Bu gözəl xanıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun ki, Şahsevəndə bax belə qiriyyətli, namuslu, bax belə gözəl xanım var. Neçə gündür bizim əziyyətimizi çəkən, bizdən hər dəqiqə maraqlanan, neynə biz, nə iş gördünüz, bizə komxozun işçilərini hər dəqiqə, hər saniyəsində dediyim vaxtda çatdıran bax bu xanıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Sənin gözəl Ağbırsiyananın əllərindən öpürəm ki, sizin kimi bax belə qiriyyətli xanım dünyaya gətirib. Həqiqətən gözəl bir alqış istəyirəm bax bu xanıma. Bu xanıma dəyər. Çünki niyə? Valla hər bir ürəkdə, hər bir qadın belə olmur. Qadınlığı ilə bizim ustamıza evində yer açdı, evində qucaq açdı. Çox sağ olsun ki, handa mənəm deyən kişilərdən qiriyyətli olan bax bu xanıma öz minnətdarlığımla, bax sənə necə deyim, ömrümün axına qədər bir bacı olaraq qalacaqsın. Çox sağ ol. Bir daha deyirəm, bütün şəhidlərimin məqamıca olsun. Sevinç xanım, Allah sizi var eləsin. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizin kimi gözəl bir xanım var ki, bu günlərim bax bu anaları belə sevindirir. Bu analara bax belə gözəl qucaq açır, illər boyunca yaşayacaq bax belə xatirə bulağı tikdirir. Allah var eləsin, o gözəl balanın da doğum günü mübarək olsun. 100 yaşasın, sağ canla, səsi hər zaman zirvələrdən gəlsin. Şəhid atası. Allah bütün şəhidlərimizə rəhmət eləsin. De görüm bir şəhid atası olaraq. Harada atları tutursa, ruhları... Bu bulağın tikintisi nə deyirsiniz? Bəli, mən bugün bu tədbirə dəvətliyəm. Beyləqan rayonunun Təzəkənd kəndindənəm mən. Şəhid Balacıyev Qərbin atasıyam. Əlbəttə, mən bunu çox yüksək dəyərləndirirəm. Çox ürəyimcə oldu daha doğrusu. Mən istəyərdim ki, Beyləqan rayonunun Təzəkənd kəndində də belə bir abidənin, bulağın açılışını Xaqani müəllimdən çox xahiş eləyirəm bir şəhid atası kimi. Əgər imkansa bizim də Təzəkənd kəndində belə bir bulağın açılışı olsun. Çox sağ olun. Bizim nə qədər ki canımızda can var, bizim də çalışdığımız budur ki, şəhidlər unudulmasın. Artıq bu Sevinç bacımızın ikinci bulağını tikdirir. Bir bulaq
Bərdədə tikilir. Bir bulaq burada tikilibdir. Allah canı sağ eləsin. Mən də bacıma, bütün şəhid ailələri adından, öz adından, bütün izləyicilərimiz adından öz minnətdarlığımı bildirirəm. Allah sənin canını sağ eləsin. Allah Taala qazancınızı, ruzinizi, bərəkətinizi bol eləsin ki, belə şəhid atalarının, şəhid ailələrinin, şəhid analarının qəlbini açıb sevindirirsiniz. Allah da sizi sevindirsin. Bax, bunlar da şəhid atalarıdır. De görüm, gördüyümüz işdən nə qiymət verirsiniz? Allah sizi sağ eləsin, canınızı sağ eləsin. Sevinç xanım da başda olmaqla, Habil qardaşımız var. Üzün görməmişik, amma adını eşitmişik. Onun da Allah qapısını açsın. Amin. Şəhid atası olaraq deyirik, hamımızın ağzımızda, hər an ağzında bir dua var. Amma şəhid ailələrinin ağzındakı dua bambaşqa duadır. Düz. Allah onun qapısını açsın. Amin. 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 Amin inşallah. Mən də Həqani qardaş bayaq sizə dediyim kimi unutmuşdum. Allah bir şəhid atası kimi, bu şəhid valideynlərin adından Habil qardaşımı salamlayıram və ona şəhid valideynlərin adından duasını deyirəm. Allah onun qapısını açsın. Amin. Amin. Onun əziyyəti də çoxdur. Allah sənin qapını açsın qardaş. Allah sənin canını sağ eləsin. Sən də orada olaraq yəni çox əziyyət Azərbaycandan da sizə qucaqlar dolu şəhid ailələrinin adından salamlar göndərdik. Çox sağ olun. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Əziyyət çəkənlərin də Allah əziyyətlərini heç vaxt yerə qoymasın. Balalarını xeyir işin görsün. Çox sağ olun. Çox sağ olun. Biz bulağımızı şükürlər olsun Allaha tikdik, başa çatdırdıq, bugün açılışını elədik. Sağ olun, Allah kömək olsun. Bura qədər bizliydi. Amma bugündən yəni bu bulağı saxlamaq, qorumaq, saxlamaq siz şəhid valideynlərinə. Çünki illər boyu bu bulaq xatirə olaraq qalır. Şəhidlərimiz unudulmaz. Yəni görürsüz, orada bax o bacımız bir dənə o yazını ora yazılmasına 200 manat pul göndərdi ki, o söz ora yazılsın. Allah kömək olsun. Şəhidlər unudulmaz. Allah onun da balasını yaşını uzun eləsin. Amin. Amin. O atya, anıya layiq evlad olsun. Amin. Amin. Buradan da Sevinç xanıma salamlar deyirik. Allah kömək olsun. Çox sağ olun. Minnətdaram. Mən də Sevinç bacımız adından siz şəhid valideynlərinə ancaq səbir diləyirəm. Allah sizlərə səbir versin, dözüm versin. Allah bizləri də var eləsin ki, bax belə nə qədər ki canımızda can var. İşqlandırsınız. Bütün rayonlarda, bütün kəndlərdə şəhidlərimizin qulağını uzaldaq. İnşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Balanızı təbrik edirəm. Yaş uzun olsun. Çox sağ olun. Çox sağ olun. Sevinç bacıma layiqli bir övlad olsun. Çox sağ olun. Bizim bu bulaqların da dizayn məsələsi var da, yəni görkəm, görünüş. Görünüşündə Almaniyada yaşayan bala şəhidimiz var, Ağsaqqal. Allah onu ağsaqqallıqdan əski eləməsin. Amin. Ona da salamlar, Allah kömək olsun. Allah onu da ömrünü uzun eləsin. Allah onun da balasını saxlasın ki, unudulmur. Buradan efir vasitəsilə bizim nə qədər ki izləyicilərimiz var, hər birinizə çox sağ ol deyirəm. Yaxşı ki sizlər varsınız. Allah hər birinizi qorusun. Qardaşlar qrupu var qrupumuzda, xeyriyyətçi qardaşlardır. Hər zaman ehtiyacı olan insanların yanında olubdular. Allah hər birinizə uzun ömür, sağlam versin. Kanalımızda gözəl ağsaqqalımız var, ağsaqqallarımız var. Allah hər birinin canını sağ eləsin. Nazim babamız var, xəstələnibdir bir balaca. Allah ona da şəfa versin. İnşallah yeni bulağımız dostlar Allahın köməkliyi ilə başlayırıq yeni bulağımızın ikincisine. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Atalarımızın bir sözü var. Əmi, yolçu yolunda gərək. Bizim yolumuz uzundur. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid valideynlərinə də səbir versin. Sağ olun. Sağ olun. Analar. Çok sağ olun. Analar, çox sağ olun. Allah sizlərə səbir versin. Amin. Versin. Bu bulağı bugünə qədər tikdik, başa çatdırdıq. Şükür olsun Allaha ki, bugün Allah Taala bizə nəsib elədi.
bulağımızın açılışını elədik. Bizim əlimizdən bu gəlirdi, bunu elədik. Biz belə milyon dənə bulaq deysək, sizin evlatlarınızın birinin dırnağını qaytara bilmərik. Amma hardasa belə bulaqların tikilməyi bir balaca şəhid ailələrinə təsəllidir ki, şəhid ailələri bilir ki, evlatları yaşayır. Onlar əbədiyyən bizim qəlbimizdə yaşayır. Onlar ölməyibdilər. Şəhidlər onda ölür ki, şəhidlər unudulur. Şəhidlər unudulmaz. O sözü də bax bu gün yazmışıq ora. Şəhidlər unudulmaz. Sizlərdən də bir xahişimiz var. Hər birinizdən, bütün şəhid ailələrindən. Bax burada 16 şəhid adına bulaq tikilib. Bu bulağı gözəl saxlayır, təmiz saxlayır, səliqəli saxlayır. Tez-tez gəlin ziyarət eləyin, tez-tez gəlin baxın. Gəlib eləyin. Allah sizlərə səbir versin. Sağ olun, var olun. Bizdə Allah səni ana gözü dolusu versin. Çox sağ olun, çox sağ olun. Allah səni uzun eləsin, balaları ikizdə eləsin. Siftə o sözü Fəxri deyəndə biz deyirdik, yəqin ki, bu olar olmaz, haçansı olar. Biz heç bir gözləmədiyimiz bu tezlikdə bu cür bunu yaratmaq, ərsəyə gətirmək, bizə bunu bu tezlikdə, heç bugünkü gün mən Ağdamdan şəhid yerindən gəlirəm. Yəni heç dedilər açılışda həqiqi mənada inanmadım ki, dedim bu tezlikdə. Yəni bu bizə verdiyiniz üçün sizə biz analar təşəkkür edirik. Çox sağ olun. Var olun, sağ olun. Allah sizdən razı olsun. Allah belə əhvalları, belə analarınızı var etsin. Allah köməyi olsun. Çox sağ olun. Allah sizin də köməyiniz olsun. Peyğəmbər var, cəzi Peyğəmbər sizə kömək olsun. Çox sağ olun. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Allah hər birinizin köməyiniz olsun. Yəni biz bu bulağı bu günə bir sürpriz olaraq bu gün açılışa saldıq ki, qoy o bacımız bu bulağa 3000 manat pul xərcləyir. Həm uşağın ad günüdür. Bu günlərim Samir balamızın 10 yaşı tamam olur. 10 yaşında 100 illiyin tarixdə qalan olacaq. Şəhidlərin bulağının açılışı günü Sevinç xanımın oğlunun ad Həmişə günü. biz onu xatırlayacaq, o balanı Anası kimi balası da xeyirxah olsun. Biz anaların duası həmişə o uşağın üzərində Amin olur. Allah. Allah onu qorusun Kömək deyək. olsun. Balaları da özü kimi xeyirxah. Amin Allah. Çox belə yaxşı xeyirxah uşaq olsunlar. Amin. Onlar Allah yüksəklərdə olsun. Çox sağ olun. Değerli izleyicilerimiz, biz bu günlərim şükürlər olsun Allaha bulağımızın açılışını möhtəşəm şəkildə başa çatdırdıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Allah Taala bizim birliyimizi əlimizdən almasın. İndi isə dəyərli, gözəl Azərbaycan xalqı, bir dənə bulağımızın təməli qoyulubdur. Başlayırıq Poladlı kəndində inşallah 6 şəhid adına bulaq tikiləcəkdir. Mən buradan səslənirəm. Ürəyində vətən sevgisi olan Azərbaycan xalqıma bulağımızın tikintisinə maddi dəstək olmaq lazımdır ki, biz başlayaq inşallah 6 şəhid ailəsini də 6 şəhidin bulağını tikək başa çatdıraq, şəhid ailələrinin qəlbini açaq, onların qəlbini sevindirək. Allah hər birinizdən razı olsun. Seviş bacı, mən sağ ölüncə minnətdaram. Çünki bu 16 şəhid adına tikilən bulaq sənin sayəndə tikilir. Allah sənin canını sağ eləsin, ömrün uzun olsun. Övladının da ad günün təbrik eləyirəm, amma izləyicilərimizdən bir xahişim var. Çünki biz bulaq açılışıdır. Bunu Seviş bacımıza bir sürpriz elədik. Seviş bacımıza hələ bizim bir sürprizimiz də var. Çalışın, kanalımıza abunə olun ki, o sürprizimiz nədir biləsiniz.